Almaniyanın Köln şəhərində Avropada yaşayan Azərbaycanlı mühəndislərin ikinci forumu keçirilib. Azərbaycan və Avropa arasında süni intellekt və enerji mübadiləsinin perspektivləri mövzusunda keçirilən forum Azərbaycan Diasporlu İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutub. Almaniyada yaşayan və çalışan Azərbaycanlı mühəndislərin ikinci forumu Konstitusiya və Suverenlik ili çərçivəsində təşkil olunub. Forum çərçivəsində süni intellekt, enerji texnologiyaları, ekoloji və innovativ layihələr kimi müxtəlif mövzular müzakirə olundu. Bu həm gənc mühəndislər üçün təcrübə toplamaq və perspektivlərini genişləndirmək, həm də artıq fəaliyyət göstərən mütəxəssislər üçün biliklərini bölüşmək imkanıdır. Köln Almaniyanın mühüm elmi və texnoloji mərkəzlərindən biridir. Burada forum çərçivəsində süni intellekt, enerji təhlükəsizliyi və innovativ texnologiyalar üzrə müzakirələr aparılır. Forum innovasiya, bilik paylaşımı və yeni layihələrin təşviqi baxımından mühüm platforma kimi çıxış eləyir. Avropada yaşayan Azərbaycanlı mühəndislərin ikinci forumunun təşkilat komitəsinin sədri, Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin rəhbəri Altay Rüstəmov forumun mühəndislərin vəhdət halında fəaliyyət baxımından mühüm əhəmiyyət daşıdığına diqqəti çəkdi. Diasporlu İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov forumun bilik və təcrübə mübadiləsi, eləcə də əməkdaşlıq baxımından mühüm bir platforma olduğunu qeyd elədi. Azərbaycan son illər möhtərəm cənab prezident tapşırığı ilə innovativ sahələrə çox böyük önəm verir və bu innovativ sahələrdən biri də məhz süni intellekt və eyni zamanda enerji mənbələrin, enerji resursların müxtəlif diversifikasiyasıdır. Bu baxımdan mən inanıram ki, bugünkü forum çox böyük nəticələr əldə edəcək və gələcəkdə Azərbaycan-Almaniya arasında hər iki mövzu istiqamətində müəyyən irəliləyişlər olacaq. Forumda süni intellektin müxtəlif sahələrdə tətbiqi, süni intellekt vasitəsilə insan duyğularını oxumaq, insana bənzər robot texnikasında etik innovasiya, Azərbaycandan Avropaya baxış və bir sıra digər istiqamətlər üzrə təqdimatlar oldu. Avropada işləyən mühəndislər Azərbaycan-Avropa arasında elm, texnika və iqtisadi əlaqələr üçün bir körpüdür və bu artıq çalışan bir körpüdür. Bir sıra projelər Azərbaycan və Avropa arasında həmin mühəndislərin olduğuna görə meydana çıxmışdır. Forum Azərbaycandan gəlmiş mühəndislərə təcrübə mübadiləsi aparmaq, yeni layihələr və əməkdaşlıq imkanları əldə etmək imkanı verir. Forumda iştirak etmək həqiqətən bizim üçün qürur vericidir. Burada iştirak edən mühəndislərin bir çoxunun Azərbaycana verəcəyi töhfələr göz qabağındadır. Avropada yaşayan Azərbaycanlı mühəndislərin Azərbaycanlı mühəndislərlə təcrübə mübadiləsindən su məsələlərinin həllində yeni innovativ həllər əldə etmək mümkün olacaqdır. Fəaliyyətimizi təqdim etmək imkanı verildiyi üçün çox sevinirəm. Ümid edirəm ki, bu görüş gələcəkdə əməkdaşlıq üçün yaxşı bir baza yaradacaq. Artıq çox maraqlı və faydalı müzakirələr aparmışıq və inanıram ki, bu dialoq gələcək layihələr üçün yeni imkanlar açacaq. Avropanın 16 ölkəsindən, Almaniyanın 45 şəhərindən ümumilikdə 200-ə yaxın soydaşımızın və xarici qonaqların iştirak etdiyi forum sadəcə görüş deyil, təcrübə mübadiləsi, dəstək və mədəni, həmçinin peşəkar kimliyin qorunması üçün platformadır. Günay Məmmədova, Azərbaycan Televiziyasının Almaniya bürosu, Köln.